Bakıda 6-cı yerli şirkətlərin tanıtım sərgisi işə başlayıb. Sərgidə 300-ə yaxın yerli şirkət həm məhsullarını təqdim edir, həm də yeni əməkdaşlıq imkanları qazanır. Yerli şirkətlərin tanıtım sərgisi artıq 6 ildir ki, məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir. Kiçik və orta biznesin inkişafı agentliyi və Marsol qrupun birgə təşkilatçılığı ilə keçirilən sərgi 300-ə yaxın yerli şirkəti bir araya gətirib. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaqdır. Nümayiş olunacaq hər bir stend, hər bir şirkət Azərbaycan iqtisadiyyatının dirçəlişində əlbəttə ki, payı vardır. Və bu yeganə sərgidir ki, burada ancaq mikro, kiçik və orta sahibkarlar öz potensialını nümayiş elətdirir. Dövlət qurumları və biz həmişə necə ki, bu sərgini dəstək eləmişik, bundan sonra da dəstək edəcəyik. Son illər 2 milyondan çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiə naziri Anar Əliyev bildirdi ki, 750 mindən çox şəxs münasib işlə təmin edilib. 103 mindən çox vətəndaş özünə məşğulluq proqramına, 45 mindən çox şəxs peşə hazırlığına cəlb olunub. Hazırda alt sistemdə təxminən 1.6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud əmək müqavilələri 87%-ni təşkil edir. Yerli şirkətlər sərgidə qida, İKT, təhsil, inşaat və digər sahələri təmsil edir. Onların arasında həm ölkə daxilində istehsal olunan məişət avadanlıqları, həm də ixal məhsulları çoxluq təşkil edir. 2020-ci ildən fəaliyyətdə olduğumuz dövrdə kiçik məişət texnikalarının ixalında məşğuluq. Sokani, Blackbird və Galaxy brendləri mətbəxdə və gündəlik evdə istifadə olunan məhsullardır. Və keyfiyyətində də tam rəsmi olaraq bir zəmanətimiz var. Bu sərginin yaranması bütün sahibkarların hamısı üçün uğur mənbəyidir. Sərgidə KOP subyektlərinə xüsusi dəstək hiss olunur. Kobiyanın stendində kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil və digər sahələrdə fəaliyyət göstərən 10 KOP subyektinin məhsul və xidməti nümayiş etdirilir. Yerli şirkətlər arasında usta, təmizlik, pərdə yuma, anbar xidmətləri təklif edən şirkətlər də var. Bu sərgi onlar üçün yeni imkanlar deməkdir. Anbar xidmətlərimiz mövcuddur ki, bunlar həm aylıq, illik və günlük ola bilir və istənilən ölçüdə anbarlar olur. Saxlanış xidmətlərimiz də mövcuddur. Usta xidmətlərimiz var ki, hər kəsin evdə yardımçısıdır. Biz burada özümüzü həm tanıda bilirik, həm əlaqələrimizi gücləndiririk, həm də yeni müştərilər və yeni satışlarımız belə burada olur. Yəni dəfələrlə biz sərgilərdə yeni müştərilərlə müqaviləni belə yerində bağlamışıq. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. 30 min üzərində qonaq gözləyirik sərgimizə. İnanırıq ki, açılış günü necə uğurlu start verdiksə, 4 sərgi günü bu formada davam edər. Ziyarətçi axını gördüyünüz kimi çoxdur. Məqsədimiz yerli sahibkarlarımızı daha geniş kütləyə tanıtmaq və xarici bazarlara çıxışlarını təmin eləməyə dəstək göstərməkdən ibarətdir. Sərgi iyunun 21-nə dək davam edəcək. Əhməd Məmmədov, Rahib Səfərov, ATV Xəbər.